Oç. Bugün daxili aləminizdə baş qaldıran coşqun enerji sizi tamamilə yeni üfüqlərə doğru sürükləyəcək. Səhər saatlarından etibarən qarşınıza çıxan hər bir fürsəti reallığa çevirmək üçün inanılmaz dərəcədə güclü bir motivasiya hiss edəcəksiniz. İş mühitində uzun müddətdir təxirə saldığınız çətin layihələri həll etmək üçün ideal zamandır. Rəhbərliyin diqqətini cəlb edəcək cəsarətli təkliflərlə çıxış etməkdən əsla çəkinməməlisiniz. Şəxsi münasibətlərinizdə tərəfdaşınızın hisslərinə qarşı bir qədər dərin anlayış və həssaslıq nümayiş etdirməyiniz gözəl nəticələr verə bilər. Subay qoçlar üçün gözlənilməz yerlərdə qarşılaşacaqları yeni simalar gələcək maraqlı bir sevginin qığılcımı olacaq. Maliyyə məsələlərində plansız xərcləmələrdən qaçmaq gələcək büdcə sabitliyiniz üçün mühüm əhəmiyyət kəsb edir. Günün ikinci yarısında bədəninizi həddən artıq yormamaq və fiziki gərginliyi azaltmaq üçün qısa fasilələr verməlisiniz. Sağlam qidalanma rejiminə keçid etmək üçün bugün atacağınız kiçik addımlar uzun müddətli fayda gətirəcək. Fikir ayrılığı yaşadığınız köhnə dostlarınızla münasibətləri qaydasına salmaq naminə ilk addımı siz ata bilərsiniz. Ağlınıza gələn yaradıcı ideyaları dərhal kağıza köçürmək gələcək planlarınız üçün mükəmməl bir zəmin yaradacaqdır. Ətrafdakı insanların neqativ rəylərinə qarşı qulaqlarınızı qapamağı və yalnız öz hədəflərinizə fokuslanmağı öyrənməlisiniz. Axşam saatlarında açıq havada edəcəyiniz sakit bir gəzinti beyninizdəki qarışıq düşüncələri tamamilə təmizləyəcək. Səbrinizi sınağa çəkəcək bəzi xırda hadisələr qarşısında təmkininizi qorumaq bugün ən böyük silahınız olmalıdır. Özünüzə olan inamınızı sarsıtmağa çalışan bədxahlara ən gözəl cavabı əldə etdiyiniz uğurlarla verəcəksiniz. Buğa. Maddi məsələlərdə uzun müddətdir gözlədiyiniz stabillik və rifah dövrü nəhayət ki özünü qabarıq şəkildə büruzə verməyə başlayır. Yeni investisiya imkanlarını dəyərləndirmək və gələcəyə dair strateji iqtisadi addımlar atmaq üçün olduqca əlverişli gündür. Peşəkar fəaliyyətinizdə göstərdiyiniz sadiqlik və əzmkarlıq kollektiv arasında nüfuzunuzun sürətlə artmasına rəvac verəcək. Bugün ticarət sahəsində fəaliyyət göstərən bürc nümayəndələri üçün olduqca gəlirli və yadda qalan müqavilələrin imzalanması mümkündür. Sevgi həyatınızda qarşılıqlı etimadın güclənməsi sayəsində partnyorunuzla aranızdakı bağlar daha da sarsılmaz bir hal alacaq. Subay buğalar üçün keçmişdə qalan bir münasibətin yenidən canlanması ehtimalı olduqca yüksəkdir. Emosional statusunuzu qorumaq üçün ətrafınızdakı dramatik hadisələrdən və xaos yaradan insanlardan uzaq durmağınız məsləhətdir. Sağlamlıq baxımından xüsusilə boğaz və boyun nahiyənizi soyuq dəymələrdən qorumağa xüsusi diqqət yetirməlisiniz. Evinizdə rahatlıq və harmoniya yaratmaq üçün bəzi interyer dəyişikliklərinə vaxt ayırmaq sizə müsbət enerji bəxş edəcək. Yaxın qohumlarınızdan gələn bir yardım təklifi sizi həm təəccübləndirəcək, həm də mənəvi cəhətdən dərindən rahatladacaq. Zehni yorğunluğu aradan qaldırmaq üçün bugün kitab oxumağa və ya intellektual verilişlərə vaxt ayırmağınız tövsiyə olunur. İnadkarlıq nümayiş etdirmək əvəzinə bəzi vəziyyətlərdə kompromisə getməyin daha böyük qazanclar gətirdiyini görəcəksiniz. Müvəffəqiyyətə gedən yolda daxili səsinizin pıçıltılarına qulaq asmaq sizi səhv qərarlar verməkdən tamamilə sığortalayacaq. Təbiətlə təmasda olmaq, torpaqla məşğul olmaq ruhunuzun ehtiyac duyduğu o dincliyi sizə yenidən qazandıracaq. Günün yekununda əldə etdiyiniz kiçik nailiyyətlərə görə belə şükranlıq hissi keçirmək həyat motivasiyanızı qat-qat artıracaq. Əkizlər. İnformasiya axınının inanılmaz dərəcədə sürətləndiyi bu gündə ünsiyyət bacarıqlarınız sayəsində bütün qapıları asanlıqla açacaqsınız. Zehni çevikliyiniz və hadisələrə fərqli baxış bucağınız ətrafınızdakı insanların rəğbətini və heyranlığını qazanmağa imkan verəcək. Yeni dil öyrənmək, kurslara yazılmaq və ya xaricdə təhsil imkanlarını araşdırmaq üçün mükəmməl bir zamandır. İş yerində rəqiblərinizin planlarını öncədən sezinləyərək strateji gedişlər etmək sizə böyük üstünlük qazandıracaq. Şəxsi həyatınızda eyni anda bir neçə məsələyə fokuslanmaq partnyorunuzda diqqətsizlik hissi yarada bilər, odur ki, ehtiyatlı olun. Yalnız tək bir hədəfə köklənmək enerjinizi boş yerə dağıtmaqdan sizi xilas edən ən mühüm amil olacaq. Maliyyə sahəsində riskli qumarlardan və şübhəli internet layihələrindən uzaq durmaq pulunuzu qorumağın yeganə yoludur. Sağlamlıq baxımından sinir sisteminizi qorumaq və yuxu rejiminizi qaydaya salmaq bugün prioritet təşkil etməlidir. Yaxın dostlarınızla birlikdə təşkil edəcəyiniz qısa bir səfər beyninizdəki bütün gərginliyi tamamilə yuyub aparacaq. Sosial şəbəkələrdə fəallığınızı artırmaq sizə gözləmədiyiniz iş təkliflərinin gəlməsinə birbaşa vəsilə ola bilər.
Yaradıcı yazarlıq və ya incəsənətlə məşğul olan əkslər üçün bugün əsl ilham pərlərinin ziyarət etdiyi bir dövrdür. Qərarsızlıq girdabına düşməmək üçün ürəyinizin ilk saniyədə verdiyi qərara güvənməyiniz ən doğru seçim olacaq. Ətrafınızdakı dedikodulardan və gizli intriqalardan uzaq duraraq öz şəxsi inkişafınıza vaxt ayırmağınız daha xeyirlidir. Axşam saatlarında ailə üzvləri ilə keçirilən səmimi söhbətlər gələcəyə dair ümidlərinizi yenidən alovlandıracaq. Xərçəng. Bugün emosional dünyanızda dərin bir sakitlik və daxili hüzur axtarışı ön plana çıxacaq. İntuisiyanızın inanılmaz dərəcədə gücləndiyi bu saatlarda qarşılaşdığınız insanların gizli niyyətlərini asanlıqla oxuya biləcəksiniz. İş mühitində kollektivlə konfliktə girməkdən qaçaraq öz fərdi layihələrinizə diqqət yetirməyiniz daha səmərəli nəticələr verəcək. Keçmişdə yaşanan bəzi inciklikləri və xatirələri tamamilə sərbəst buraxmaq ruhunuzun yüngülləşməsinə kömək edəcək. Ailə daxilində uzun müddətdir həllini gözləyən mülkiyyət və ya miras məsələləri bugün müsbət məcrada həll oluna bilər. Partnyorunuza qarşı hisslərinizi daha açıq və səmimi şəkildə ifadə etmək aranızdakı soyuqluğu tamamilə əridəcək. Subay xərçənglər üçün daxili aləmi zəngin olan, onlara mənəvi dəstək verəcək bir insanın həyatlarına daxil olması an məsələsidir. Maddi mövzularda israfçılıqdan qaçmaq və gələcəkdə qurmaq istədiyiniz biznes üçün yığım etmək olduqca vacibdir. Həzm sisteminizin həssas ola biləcəyini nəzərə alaraq ağır və yağlı yeməklərdən qətiyyətlə imtina etməlisiniz. Evinizdə aparacağınız kiçik bir təmizlik və ya dekorasiya yeniliyi negativ enerjinin tamamilə dağılmasına kömək edəcək. Müdrik və təcrübəli insanlardan alacağınız məsləhətlər qarşınızda dayanan çətin bir seçimi asanlıqla etməyinizə yardımcı olacaq. Özünüzü başqalarının problemlərini həll etməyə həsr edərkən şəxsi ehtiyaclarınızı unutmamağınız mühüm şərtdir. Gizli qalan istedadlarınızı ortaya çıxarmaq üçün bugün biraz cəsarətli olmalı və hobbilərinizə zaman ayırmalısınız. Ruhunuzu dincəldəcək meditasiya, yoga və ya su kənarında keçirilən vaxt enerjinizi sürətlə bərpa edəcək. Günün sonunda əldə etdiyiniz mənəvi aydınlıq sizə həyatın əsl gözəlliyini və dəyərini bir daha xatırladacaq. Şiir. Parlaq xarizmanız və sarsılmaz liderlik keyfiyyətləriniz sayəsində bugün daxil olduğunuz hər bir mühitdə diqqət mərkəzində olacaqsınız. İdarəçilik qabiliyyətiniz iş yerində yaranmış böhranlı vəziyyətləri asanlıqla idarə etməyə və komandanı uğura aparmağa imkan verəcək. Yeni layihələrə rəhbərlik etmək və ya yaradıcı ideyalarınızı cəsarətlə təqdim etmək üçün unikal bir dövrdür. Maddi sahədə göstərdiyiniz cəsarətli addımlar yaxın gələcəkdə gəlirlərinizin əhəmiyyətli dərəcədə artması ilə nəticələnəcək. Eşq həyatınızda ehtirasın və romantikanın pik həddə çatacağı bu gündə partnyorunuzu xoş bir sürprizlə sevindirə bilərsiniz. Subay şirlər öz cazibədarlıqları sayəsində ətraflarında bir çox pərəstişkar ordusu yaradacaq və diqqəti cəlb edəcəklər. Təkəbbürlü və diktator rəftarlardan uzaq duraraq insanlara qarşı daha mülayim davranmaq nüfuzunuzu daha da möhkəmləndirəcək. Sağlamlıq cəhətdən ürək-damar sisteminizə diqqət yetirməli və həddindən artıq stres yaradan vəziyyətlərdən qaçmalısınız. İdmanla məşğul olmaq və enerjinizi düzgün kanallara yönəltmək fiziki formanızı ən yüksək səviyyədə saxlayacaq. Dostlarınızın təşkil etdiyi möhtəşəm bir tədbirdə və ya sosial layihədə aparıcı rol oynamaq şansınız olacaq. Şəxsi inkişafınız üçün bədii qiraətə və ya natiqlik sənəti üzrə ustad dərslərinə qatılmağınız faydalıdır. Sizə qarşı yönələn qısqanclıq və paxıllıq dolu baxışları sadəcə təbəssümlə qarşılayaraq öz yolunuza davam edin. Çətin anlarda göstərdiyiniz mərdlik və səxavət ətrafınızdakı insanların sizə olan hörmətini 2 qat artıracaq. Gələcək hədəflərinizi böyük miqyasda planlaşdırmaqdan qorxmayın, çünki ulduzlar sizin ən böyük xəyallarınızı dəstəkləyir. Axşam saatlarında lüks və rahat mühitdə dincəlmək günün bütün yorğunluğunu üzərinizdən götürəcəkdir. Qız. Analitik zəkanız və detallara qarşı olan müstəsna diqqətiniz sayəsində bugün ən mürəkkəb işləri belə sıfır xəta ilə tamamlayacaqsınız. İş mühitində nizam-intizam yaratmaq və səmərəliliyi artırmaq üçün irəli sürəcəyiniz təkliflər rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Kari tapşırıqları yerinə yetirərkən tətbiq etdiyiniz innovativ metodlar sizin peşəkarlıq səviyyənizi hər kəsə nümayiş etdirəcək. Şəxsi münasibətlərinizdə partnyorunuzu davamlı olaraq tənqid etməkdən qaçmalı, onun müsbət tərəflərini görməyə çalışmalısınız. Subay qızlar üçün iş mühitində və ya rəsmi bir tədbirdə intellektual səviyyəsi ilə valih edəcək biri ilə tanışlıq gözlənilir. Maliyyə planlamasını dəqiqliklə aparmaq və lazımsız xərcləri ixtisara salmaq büdcənizi ciddi şəkildə qoruyacaq.
Sağlamlıq baxımından xroniki yorğunluğun qarşısını almaq üçün təbii vitaminlər və bitki çaylarından istifadə etmək məsləhətdir. Detallarda boğulub böyük mənzərəni qaçırmamaq üçün bəzən hadisələrə bir qədər uzaqdan baxmağı öyrənməlisiniz. Evinizdə və ya ofisinizdə olan lazımsız əşyalardan qurtulmaq zehninizdə də böyük bir rahatlıq və aydınlıq yaradacaq. Bugün elm, tədqiqat və ya mühasibatlıq sahəsində çalışanlar üçün xüsusilə məhsuldar və uğurlu bir gün olacaq. Sizi narahat edən mükəmməllik xəstəliyini bir kənara qoyaraq prosesin özündən zövq almağa fokuslanın. Yaxın bir dostunuzun dərdinə şərik olmaq və ona praktiki çıxış yolları göstərmək mənəvi borcunuzu yerinə yetirəcək. Özünüzə qarşı da həddindən artıq tələbkar olmağı dayandırıb, qazanılan uğurlara görə özünüzü mükafatlandırmağı bacarmalısınız. Müdriklik və təmkinlə atılan hər bir addımınız sizi hədəflərinizə daha da yaxınlaşdıracaq. Tərəzi. Həyatınızın hər bir sahəsində harmoniya, ədalət və estetik gözəllik axtarışının pik nöqtəyə çatacağı xüsusi bir gündür. İnsanlar arasında vasitəçilik etmək və inciklikləri aradan qaldırmaq sahəsindəki təbii diplomatik istedadınız bugün parlayacaq. İş yerində ortaq layihələr qurmaq və komanda ruhunu gücləndirmək üçün olduqca əlverişli şərait mövcuddur. İncəsənət, dizayn və ya moda ilə məşğul olan tərəzilər üçün bugün bənzərsiz şah əsərlər yaratmaq imkanı doğacaq. Sevgi həyatınızda romantik anların yaşanması və partnyorunuzla mənəvi birliyin təmin olunması gününüzü gözəlləşdirəcək. Subay tərəzilər sosial mühitlərdə zəriflikləri və xoş rəftarları ilə qarşı cinsin diqqətini dərhal maqnit kimi çəkəcəklər. Maddi mövzularda tərəzi prinsiplərini qorumaq, yəni qazancla xərc arasındakı balansı düzgün tənzimləmək vacibdir. Sağlamlıq baxımından böyrəklərinizin fəaliyyətinə diqqət yetirməli və gün ərzində bol miqdarda təmiz su istehlak etməlisiniz. Ətrafınızdakı insanların problemlərini həll edərkən öz daxili dincliyinizi və enerjinizi qurban verməməyə çalışın. İncə zövqlə qurulmuş bir mühitdə dostlarla çay süfrəsi arxasında keçirilən vaxt sizə inanılmaz bir ruh yüksəkliyi bəxş edəcək. Qərarsızlıq yaşadığınız anlarda məntiqinizlə hissləriniz arasında qızıl ortanı tapmaq ən doğru çıxış yoludur. Heç kimin xatirinə öz şəxsi rahatlığınızdan və xoşbəxtliyinizdən tamamilə imtina etmək məcburiyyətində deyilsiniz. Yeni tərəfdaşlıq müqavilələri imzalamaq və ya hüquqi məsələləri lehinizə həll etmək üçün ulduzlar sizi dəstəkləyir. Günün sonunda özünüzü bədii bir film izləməyə və ya musiqi dinləməyə həsr edərək ruhunuzu qidalandırın. Sülh və gözəllik dolu auranız ətrafınızdakı dünyanı daha da yaşanmalı bir yerə çevirməkdə davam edəcək. Əqrəb. Daxili gücünüzün, iradənizin və mistik enerjinizin maksimum dərəcədə artdığı sirli və güclü bir gün yaşayacaqsınız. Qarşınıza qoyduğunuz hər hansı bir hədəfə çatmaq üçün göstərəcəyiniz gizli əzm hər kəsi heyrətləndirəcək. İş həyatında rəqiblərinizin zəif nöqtələrini asanlıqla müəyyən edərək strateji üstünlük əldə etmək imkanınız olacaq. Maliyyə böhranlarından xilas olmaq üçün ağlınıza gələn fərqli və radikal həll yolları vəziyyəti tamamilə dəyişəcək. Sevgi münasibətlərində ehtirasın və dərindən bağlılığın hökm sürəcəyi bu gündə partnyorunuzla münasibətləri tam fərqli mərhələyə daşıya bilərsiniz. Subay əqrəblər üçün ilk baxışdan güclü maqnit cazibəsi hiss edəcəkləri sirli bir insanla qarşılaşma ehtimalı var. Ətrafınızdakı insanlara qarşı həddindən artıq şübhəçi yanaşmaq bəzi dəyərli dostluq münasibətlərinə xələl gətirə bilər. Sağlamlıq sahəsində daxili orqanlarınızı qorumaq və toksinlərdən təmizlənmək üçün detoks proqramlarına başlamaq faydalıdır. Gizli qalan sirlərin və ya itirilmiş məlumatların bugün gözlənilmədən üzə çıxması sizə böyük bir üstünlük verəcək. Həyatınızda artıq funksiyasını itirmiş, sizə yük olan hər şeyi kökündən kəsib atmaq zamanı gəlmişdir. İntuisiyanızın sizi yönləndirdiyi istiqamətdə qorxmadan irəliləmək ən böyük qazancları məhz sizə gətirəcək. Psixologiya, araşdırma və ya ezoterik mövzularda mütaliə etmək daxili dünyanızdakı suallara cavab tapmağa kömək edəcək. Şəxsi həyatınızı gizli saxlamaq və planlarınızı hər kəsə danışmamaq uğurunuzun davamlı olmasını təmin edəcək. Günün sonunda keçirəcəyiniz daxili transformasiya sizə yenidən doğulmuş kimi bir gümrahlıq və güc bəxş edəcəkdir. Külünüzdən yenidən doğulmaq bacarığınız sayəsində bugün hər cür çətinliyin öhdəsindən asanlıqla gələcəksiniz. Ox atan. Nikbinliyiniz, macəra rəhunuz və bitmək bilməyən həyat eşqiniz bugün sizi yeni üfüqləri kəşf etməyə səsləyir. Dünya görüşünüzü genişləndirəcək fərqli mədəniyyətlərlə tanış olmaq və ya uzaq səfərlər planlaşdırmaq üçün əla gündür. İş mühitində böyük miqyaslı ideyalarınız və fəlsəfi yanaşmalarınız kollektiv tərəfindən böyük maraqla qarşılanacaq.
Ali təhsil, hüquq və ya beynəlxalq əlaqələr sahəsində çalışan oxatanlar üçün olduqca uğurlu imkanlar yaranacaq. Eşq həyatınızda partnyorunuza sərbəstlik vermək və birlikdə əyləncəli vaxt keçirmək aranızdakı sevgini daha da coşduracaq. Subay oxatanlar üçün fərqli fəlsəfi baxışları olan, səyahət sevən bir insanla maraqlı ünsiyyətin təməli qoyula bilər. Maliyyə məsələlərində həddindən artıq riskli xərcləmələrdən və reallıqdan uzaq vədlərdən qətiyyətlə qaçmağınız məsləhətdir. Sağlamlıq baxımından xüsusilə qaraciyərinizi qorumalı və həddindən artıq şirniyyət istehlakına məhdudiyyət qoymalısınız. Şans ulduzunun sizin tərəfinizdə olduğunu hiss edərək qarşınıza çıxan hər bir fürsəti cəsarətlə dəyərləndirin. Ətrafınızdakı insanlara bəxş etdiyiniz pozitiv enerji sayəsində hər kəsin axtardığı bir dosta çevriləcəksiniz. Gələcəyə dair böyük layihələrinizi reallaşdırmaq üçün ehtiyac duyduğunuz sponsoru və ya maddi dəstəyi bugün tapa bilərsiniz. Rutin işlərdən qaçmaq və rutin çərçivələri qırmaq daxili potensialınızın tam şəkildə üzə çıxmasına kömək edəcək. Həyatın hər anını bir dərs və təcrübə kimi qəbul edərək irəliləməyiniz sizi daha da müdrikləşdirəcək. Axşam saatlarında dostlarınızla birlikdə açıq havada keçirəcəyiniz şən bir məclis günün mükəmməl nöqtəsi olacaq. Oğlaq. Ciddiyyətiniz, sarsılmaz məsuliyyət hissiniz və strateji düşüncəniz bugün sizi karyeranızda zirvəyə doğru daşıyacaq. Uzun müddətli hədəflərinizə çatmaq üçün bugün atacağınız təmkinli addımlar gələcək uğurlarınızın ən böyük qarantı olacaq. İş yerində nizam-intizamlı fəaliyyətiniz və təşkilatçılıq qabiliyyətiniz rəhbərliyin sizə olan etibarını daha da artıracaq. Maliyyə sahəsində olduqca ehtiyatlı və qənaətçil davranmaqla büdcənizi hər cür gözlənilməz böhrandan qorumuş olacaqsınız. Şəxsi münasibətlərinizdə hisslərinizi büruzə verməkdə bir qədər xəsislik etməməli, partnyorunuza sevginizi aşkar göstərməlisiniz. Subay oğlaqlar üçün ciddi təməllər üzərində qurulacaq və gələcəkdə evliliklə nəticələnə biləcək bir tanışlıq baş tuta bilər. Sağlamlıq baxımından sümüklərinizə, oynaqlarınıza və dişlərinizə xüsusi qulluq göstərməyi unutmamağınız mühüm şərtdir. Həyatın yalnız işdən ibarət olmadığını qəbul edərək yaxınlarınıza və özünüzə də istirahət dəqiqələri ayırmalısınız. Keçmiş təcrübələrinizdən çıxardığınız dərslər bugün çətin bir qərar anında sizə ən doğru yolu göstərəcək. Dövlət idarələri ilə olan rəsmi sənədləşmə işlərinizi qaydasına salmaq üçün olduqca əlverişli şərait mövcuddur. Soyuqqanlılığınızı qorumaqla ətrafınızda baş verən intriqaların sizə təsir etməsinin qarşısını asanlıqla alacaqsınız. Əməyinizin bəhrəsini tezliklə görəcəyinizə inanaraq səbirlə fəaliyyətinizi davam etdirməyiniz olduqca mühümdür. Böyüklərinizdən və ya təcrübəli mentorlardan alacağınız dəyərli öyüdlər gələcək karyeranızda sizə bələdçilik edəcək. Axşam saatlarında evinizdə, ailə mühitində tapacağınız dinclik günün bütün gərginliyini tamamilə silib aparacaq. Realist baxış bucağınızı itirmədən xəyallarınızı addım-addım reallığa çevirmək yolunda sizə uğurlar yar olsun. Dolça. Müstəqilliyiniz, orijinal ideyalarınız və humanizm prinsipləriniz bugün fəaliyyətinizdə özünü qabarıq şəkildə büruzə verəcək. Şablon qaydalardan kənara çıxaraq tətbiq edəcəyiniz innovativ üsullar iş mühitində böyük bir inqilab yarada bilər. Texnologiya, elm və ya sosial layihələr sahəsində çalışan dolçalar üçün bugün əsl intellektual sıçrayış günüdür. Şəxsi azadlıqlarınıza qəsd edilməsinə icazə verməyərək öz fərdi sərhədlərinizi ətrafdakılara qətiyyətlə nümayiş etdirməlisiniz. Sevgi həyatınızda partnyorunuzla dostluq təməlləri üzərində qurulmuş intellektual söhbətlər aranızdakı bağı daha da dərinləşdirəcək. Subay dolçalar qatılacaqları bir xeyriyyə tədbirində və ya elmi konfransda ruh əksləri ilə qarşılaşa bilərlər. Maddi mövzularda gələcəyə yönəlmiş fərqli və qeyri-adi investisiya sahələrini araşdırmaq sizə böyük qazanclar gətirə bilər. Sağlamlıq baxımından qan dövranınızı yaxşılaşdırmaq üçün gün ərzində yüngül gimnastika hərəkətləri etməyiniz faydalıdır. İnsanlığın xeyrinə fəaliyyət göstərən könüllü təşkilatlara qoşulmaq mənəvi dünyanızı inanılmaz dərəcədə zənginləşdirəcək və rahatladacaq. Ətrafınızdakı insanların köhnəlmiş fikirlərinə qarşı öz mütərəqqi baxışlarınızı müdafiə etməkdən əsla çəkinməyin. Zəkanızın iti və parlaq olduğu bu gündə qarşınıza çıxan hər bir tapmacanı asanlıqla həll edəcəksiniz. Astrologiya, kosmos və ya gələcəyin texnologiyaları haqqında yeni məlumatlar öyrənmək ruhunuza böyük zövq verəcək. Sizi anlayan və fərqliliyinizi qəbul edən vizyoner dostlarınızla keçirəcəyiniz vaxt motivasiyanızı göylərə qaldıracaq. Axşam saatlarında təkliyə çəkilərək beyninizdəki yaradıcı layihələri vizuallaşdırmaq gələcək fəaliyyətinizə böyük işıq salacaq. Balıqlar.
Ruhunuzun dərinliklərindən gələn güclü ilham, yaradıcılıq və mərhəmət hissləri bugün həyatınızın əsas bələdçisinə çevriləcək. İntuisiyanız o dərəcədə yüksək olacaq ki, gələcəkdə baş verəcək hadisələri yuxularınızda və ya daxili hisslərinizdə görə bilərsiniz. İncəsənət, musiqi, poeziya və ya psixologiya sahəsində fəaliyyət göstərənlər üçün şah əsərlər yaradacaqları bir gündür. İş mühitində empatiya bacarığınız sayəsində iş yoldaşlarınızın problemlərinə ən doğru və humanist həll yollarını tapacaqsınız. Şəxsi münasibətlərinizdə partnyorunuza bəxş etdiyiniz sonsuz sevgi və şəfqət aranızdakı bütün inciklikləri tamamilə yox edəcək. Subay balıqlar üçün nağıllardakı kimi romantik və mənəvi dərinliyi olan xüsusi bir sevginin başlanğıcı yaşana bilər. Maddi mövzularda xəyallara qapılmadan, real faktlara əsaslanaraq addım atmaq pullarınızı qorumağın əsas şərtidir. Sağlamlıq baxımından ayaq nahiyənizi qorumalı və günün yorğunluğunu çıxarmaq üçün dəniz duzu ilə vanna etməlisiniz. Ətrafınızdakı neqativ və enerjinizi soran insanlara qarşı emosional bir qalxan qurmağı mütləq öyrənməlisiniz. Başqalarına yardım etmək gözəl xüsusiyyət olsa da, öz şəxsi arzularınızı və ehtiyaclarınızı arxa plana atmayın. Yaradıcı xəyal gücünüzü real dünyada tətbiq edərək ideyalarınızı maddi formaya salmağa cəhd göstərin. Bugün dəniz kənarında gəzmək və ya sadəcə su səsi dinləmək ruhunuzun ehtiyac duyduğu o mənəvi dincliyi bəxş edəcək. Keçmişdə sizə zərər vermiş insanları bağışlayaraq onların yaratdığı karmik yüklərdən tamamilə azad olun. Günün ikinci yarısında mənəvi kitablar oxumaq və ya meditasiya ilə məşğul olmaq daxili təmizliyinizə vəsilə olacaq.